Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Xəbərlər net xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib. Xüsusilə 20 ballıq limitin saxlanılıb-saxlanılmayacağı ilə bağlı müzakirələr ictimai maraq doğurur. Məlumata görə bu sahədə qanunvericiliyə dəyişikliklər nəzərdən keçirilir. Daxili İşlər Nazirliyinin təklifi əsasında hazırlanmış layihə Milli Məclisdə müzakirə mərhələsindədir. Hazırki qaydalara görə bəzi sürücülər qısa müddətdə cərimə ballarını toplayaraq 20 ballıq həddi keçdiklərini və nəticədə sürücülük hüququnun məhdudlaşdırıldığını bildirirlər. Bu isə xüsusilə narazılıqlara səbəb olur. Narazılıqlar daha çox dayanma və durma qaydalarının pozulması ilə bağlı hallarda yaranır. Səkiyə çıxma, piyada keçidinə yaxın dayanma, avtobus zolağından istifadə və ikinci cərgədə parklanma kimi pozuntular həm pul cəriməsi, həm də cərimə balı ilə nəticələnir. Təkliflər arasında bəzi qayda pozuntuları üzrə cərimə ballarının ləğvi və ya ümumi ballıq həddin artırılması kimi dəyişikliklər yer alır.